Salam əziz müəllimlər, əziz şagirdlər, əziz abituriyentlər. İnşallah imtahana az qalıb. Hər kəsə uğurlar arzu edirəm. 9-cu siniflərimdən soruşuram ki, hansı mövzunu istəyirsiniz? Dedilər ki, müəllimə bizə zaman çəkin. Çünki zaman testi olmadan heç bir sınaq, heç bir imtahan həyata keçirilmir. Gəlin başlayaq. Deməli, zamanlarda sizin biləcəyiniz məsələlərdən birincisi zamanın göstəriciləri. İkincisi, zamanın hansı hallarda istifadə olunması və üçüncüsü, zamanın necə qurulması. Yəni cümlənin necə qurulması. Yəni bu zaman necə düzəlir? Formalarını öyrənməkdir. Testləri izah etdikcə hər bir zamana aid test var burada. Mən sizə deyəcəm. Deməli, birinci sualda when bağlayıcısını görürük. Biz bilirik ki, şərt budaq cümləsini düzəldən bağlayıcılardan deməli biri when'dir. When, before, after, as soon as, if, unless, till, until. Bu bağlayıcılardan sonra sadə zaman gəlir. Və ikinci tərəfdə isə, yəni bağlayıcıdan sonra sadə zaman gəlir. Digər tərəf isə future simple-da, yəni gələcək zamanda olur. Bizə sadə zaman lazımdır. İkinci tərəfdə gələcəyi görürsüz, veriblər. Və sadə zamanda yalnız və yalnız görünür B və Y cavablarında. İndi baxırıq. Deyir ki, when Jane goes to London, she'll do a lot of sightseeing. Burada olacaq Londona gedəndə, when andayanda o çoxlu görməli yerləri deməli görəcək, gedəcək. Ona görə də Y variantı getməsə necə görə bilər? Düzdür. Ona görə də inkar cavabı yox, təsdiq cavabı götürürük Y variantı. Burada A variantında görürsünüz past continuous, D variantında past simple, C'də görürsünüz C variantında future simple və B-nin izahını verdim. İkinci suala baxaq. Deməli, yesterday görürük. Yesterday past simple'ın zaman göstəricisidir. Ümumiyyətlə cümlədə zaman göstəricisi varsa, o cümləni tapmaq düşünürəm çox asandır. Yəni onu zamanını artıq nə qoyacağıq deyə tapmaq çox asandır. Ona görə ki, yesterday, last, ago, in my childhood, in my youth, yəni in childhood, in youth bu cümlələr gəncliyimdə, uşaqlığımda, inlə hansısa il verilirsə, ago ilə, last ilə hansısa söz verilirsə, yesterday, dünən, the day before yesterday, sırağa gün. Baxın, bu zaman göstəricilər verilirsə, artıq biz bunun keçmiş zaman olmağını görürük. Keçmiş zaman, baxırıq cavablarda. Burada cümlə deməli passive voice-dadır, məchul növdədir. These clothes were bought in different shops yesterday. Deyir ki, bu paltarlar dünən müxtəlif mağazalarda, deməli bought buy'ın keçmişidir, qaydası feildir, bilirsiniz, buy və neynədir? Alındı. Paltar özü-özünü ala bilməz. Deməli, paltar kimsə tərəfindən alınır. Ona görə də burada məchul növ verilib. To be plus P2. D variantı doğrudur. A variantı present simple clauses'dan sonra ümumiyyətlə is olmaz. Are olardı. O da ki, indiki zamanda olardı. Gələcəyi də çıxırıq. Was da olmaz. Çünki paltar sözü cəmdədir burada. Və were-lə olan cavab doğrudur. Üçüncü testə baxıram. The newspapers to our house last Sunday. Deməli, bayaq demişdim ki, last-la olan cümlə nədir? Past simple axtarırıq. Cavablarda deməli olacaq were. Niyə ki? Ona görə ki, was olmaz. Are bunlar zamana görə uyğun gəlmir. Keçmiş zaman A-la D-dədir. Newspapers qəzetlər cəmdə olduğu üçün cavab olur və brought. Dördüncü sual. Tomorrow var. Tomorrow gələcək zamanın, deməli future simple-ın zaman göstəricisi. Tomorrow sabah. The day after tomorrow birisi gün. Soon tezliklə. Deməli, bu sözləri siz görəndə bunun gələcək zamanlı olduğunu, next-lə olan bütün sözlər gələcək zamanda olduğunu neynirik, bilirik. Gəlin gələcək zaman axtaraq cavablarda. Əlbəttə ki, C variantında. A past simple-dır. Bu da görürsünüz məchul növdür. E variantında present simple-ın passive voice-udur. B variantında present simple-ın passive voice-udur. D variantında isə deməli past simple-ın passive voice-udur. Bu arada luggage sözü uncountable-dır. Yadınızda saxlayın, ondan sonra tək gəlməli idi. Ona görə də is, was cavabları heç olmaz. Gələcək zaman olduğu üçün onsuz ki, bir dənə gələcəkdə olan cavabımız vardı. C variantı. 5-də baxıram. Deməli, Guinness-in rekordlar kitabı deməli
söhbət kitabdan gedir. Burada əsas isimimiz, yəni kitabdır. Ofdan sola baxırdıq. Onsuz ki siz bilirsiniz bu qaydanı. Yəni ofdan sol xəbərlə uzlaşmalıdır və 50-ci illərdə in the 50s keçmiş zamandır, düzdür? Nəşr olunub cümləsi was published olacaq. Niyə? Çünki inlə hansısa il verilirsə bu past simple-ın deməli göstəricisidir. Keçmiş sadə zamanın və kitabdan söhbət getdiyi üçün biz were published, was published götürəcəyik. Was published götürəcəyik. Is, will bu cavablarda isə zaman uzlaşmır. Yesterday görürük. Yenə keçmiş zaman 6-cı sualda. Deməli, burada baxın, görürsünüz and bağlayıcısı. And həmcins cümlələri və yaxud həmcins üzvləri bir-birinə bağlayan birləşdirici nədir? Conjunction'da və bağlayıcı. Ona görə də hər iki feilimiz cavablara baxacağıq. Eyni zamanda olmalıdır. A variantında heç bir səhv görmürəm. Çünki yesterday olduğu üçün wrote and sent olacaq. Yazıldı və göndərildi. Yazdım və göndərdim. Sonra ay var burada. Send indiki zamandadır. Have written sent belə bir uzlaşma yoxdur. Present perfect ilə past simple'ın. Sonra burada 2 dənə present perfect var. Burada da 2 dənə indiki zaman var. Bizə lazım idi keçmiş. 7A. 8-də. Deməli, nümayəndələr will leave for London when agreement. Baxın, when bağlayıcısı görürəm. Düzdür. Bayaq qeyd elədik. When bağlayıcısından sonra nə gələcək? Sadə zaman. Ya indiki sadə, ya da ki keçmiş sadə. Burada bizdə will olduğu üçün would olsaydı keçmiş sadə götürəcəkdik. Will olduğu üçün bizə lazımdır indiki sadə. Deməli, when the agreement. Agreement nədir? Razılıq. Agreement ya da ki burada bir müqavilə mənasında ola bilər və bu təkdə olduğu üçün cavabımız olacaq. Is signed. Yəni imzalandı. Aydındır. Yəni düşünürəm ki testləri izah elədikcə artıq heç oxumağa ehtiyac yoxdur dərsi. Buradan siz öyrənə biləcəksiniz. If Ted yenə if bağlayıcısını görürük. Ifdən sonra if, unless hansı ki bayaq dediyimiz bağlayıcılardandır. Bunlardan sonra sadə zaman gəlməlidir. Və sadə zaman gəlib bizdə burada harda? A variantında. Çünki ikinci tərəfimiz nədir? Future simple'dır. Bunu verib. If Ted catch the early train, he will be here in time. Əgər vaxtında qatara çatsa, o deməli erkən qatara deyir, gedib qatarı çatsa, o vaxtında gələcək, burada olacaq. Belə bir cümlədir. Şərt budaq cümləsi də əgər bağlayıcısına bağlanıb. 9-a baxıram. Yenə burada last year görürük. Last year görürüksə, deməli, keçmiş zamanda. Amma baxın, since bağlayıcısı. Since bağlayıcısının belə bir, deməli, uzlaşma mövzusunda yeganə uzlaşmadır ki, bu, belə deyək, yəni keçmişi izləyir məsələsini burada imtina edir, inkar edir bundan. Niyə? Çünki biz burada last year görürsə keçmiş zaman seçməliydik, düzdür. Amma since'in bir tərəfi, deməli, keçmiş zamanda olursa, ikinci tərəfi present perfect olur. Yəni, indiki bitmiş zamanda. Ona görə də, have you worked in this office since last year? Deyir ki, keçən ildən bəri sən bu ofisdə işləyirsən. Yəni, ona görə də biz burada görürsünüz keçmiş zaman göstəricisi olsa da present perfect götürəcəyik since bağlayıcısına görə. Sonra baxırıq 10-cu sualı. Yəni bu uzlaşmanı unutmayın. Ola bilər ki since bağlayıcı. Amma yerdə qalan bütün formalarda keçmiş yalnız özünü izləyir. Öz zaman formalarını. Yəni keçmiş sadə, keçmiş davam edicini, past simple, past continuous'u belə. İndi ona aid testlərdə olacaq. Ona baxıram. Onda while bağlayıcısı erkən you traveled in the USA. Keçmiş zamanda verib while'dan sonra elə keçmiş də keçmişi izləyəcək deyə cavablara baxıram. Gəlin present perfect'i, future simple'ı və present simple'ı çıxaq. Deməli qaldı C variantına D variantı. Deməli keçmiş zamana biz didlə sual veririk. Sual cümləsidir burada. Didlə sual veriləndə əsas feil nədə olacaq? Öz original variantında. Ona görə də did you take any photographs? Deyir ki, sən heç şəkil çəkmisən Amerikaya travel eləyəndə, səyahət edəndə. Onda cavab oldu C variantı. 11-ə baxıram.
Deməli, burada da while görürük yenə arkan erken you were past simple düzdür. Ona göre de keçmiş zaman. Bize yine keçmiş lazımdır. Keçmiş zamanla olan cevaplarımız deməli present perfect'i çıxırıq, future simple'ı çıxırıq, present continuous'u çıxırıq, did learned. Bayaq dediyim kimi didlə sual veririk keçmişdə cümlələrə, amma feilimiz 2-dən keçmiş olmaz, orijinalda olacaq. Yəni öz əsas lüğət mənasında, yəni infinitive forması olacaq. Heç nəsiz. Ona göre de bizim B variantında ise did you learn French? Bu doğrudur. 11B. 12'ye baxıram. 12. Deməli, the documents by the manager last Monday. Keçən bazar ertəsi. Düzdür. Keçən bazar ertəsi dokumentlər menecer tərəfindən sign olundu. Demək, dokumentlər cəmdə olduğu üçün bizə were lazımdır. Was-la olan cavabı indiki zaman, gələcək. Yəni burada by the manager var, yəni menecer tərəfindən. Ona göre de passive voice əlbəttə ki, məşğul növdür. Past simple'ın passive voice'udur. Amma zaman uzlaşmasına göre keçmiş zaman yalnız 12'də A variantıdır. Deməli, 13-cü suala baxıram. Look through this when he, baxın, looked, düzdürmü? Keçmiş zaman artıq keçmişdə bir feil gördünüz cümlədə. Keçmişdə gördünüz deyə burada since də yoxdur, başqa bir şey. When bağlayıcısını görürük, anda, əndə. Ona görə də gəlin present perfect, present continuous, future simple və present simple çıxırıq. Bir dənə keçmişdə zamanımız var, o da bir variantında got'dur. When he got it. The tourist 14-cü testə baxıram. A few interesting places before they leave Venice. Deməli, yenə before görürük. Before bayaq saydığımız, birinci, ikinci testlərdə idi səhvlərimizə, saydığımız bağlayıcılardan biridir. Bir də sayaq bağlayıcıları. Before, after, till, until, as soon as, if, unless. Baxın, bu bağlayıcılardan sonra sadə zaman. Sadə zamanı verib. They live. O biri tərəfimiz nə olurdu? Future simple'da, yəni gələcəkdə. Ona göre de gələcəkdə olan cevabımız Y variantındadır. Deməli, A variantındaki zamanın adı nədir? Baxın, to be'nin forması verb ing. Amma keçmiş zaman forması. Bu zamanın adı past continuous'dur. B variantı present simple, indiki sadə zaman. C variantında are going to visit olmalıydı. Yani to be going to ola bilər, gələcək zaman forması, amma bu da doğru verilməyib. Sonra have visited, deməli have, has plus P2. Bu nədir? Present perfect'in quruluşudur. Quruluşları bilməlisiniz ki, testi işləyə bilərsiniz. Y variantımız doğrudur. Bəzən testlərdə deməli bu, yəni burada live'i verib, bəzən sadə zamanı vermir. Burada future'ı verir, amma sadəni sən qoymalısan. İndi amma burada bağlayıcıdan sonra sadə zamanı verib, amma sən future'ı sən qoydun. Burada biz qoyduq. 14'də doğru cavabımız Y variantı. 15'e baxıram, yenə when bağlayıcısını görürəm. Increase indiki zamandadır. Deməli, artır deyir, sürətlə artır. Deməli, when'dən sonra nə qoymalıyıq? Biz qoymalıyıq sadə zaman. Gəlin indi baxaq. Deməli, when the rainforest, baxın, sadə zamanla olan, burada indikidə daxı, bizə də ona görə bizə lazımdır yenə indiki. Burada bir şey deyim. Deməli, when'dən sonra, baxın, when həmişə, yəni gələcək zaman işlənmir. Belə bir şey dedik. When'dən sonra keçmiş sadə zamanla da olan cümlələrdə işlənir. İndiki sadə zaman. Yəni ondan sonra mütləq şəkildə sadə gəlməlidir. Yəni ikinci tərəfdə görürsüz, burada indikini veribdir. Yəni bizim bundan işimiz yoxdur. When'dən sonra biz gələcəyi götürə bilməyəcəyimiz üçün, yəni feilimiz də burada indiki olduğu üçün yenə bizə indiki lazımdır. Keçmişləri də götürə bilmərik. Yəni bunu demək istəyirəm. Və rainforest cəmdə olduğu üçün iz də götürə bilməyik. Cavabımız qaldı 15'də B variantı. Aha. Sonra baxaq 16-cı sual. Burada yazmışam qayda biraz. Bəlkə bunu silim. Buranı. 16-cı sualda necə olacaq? When I read, görürsünüz, artıq when'dən sonra sadə demişdim ki, keçmiş sadə də olur. Artıq bu testdə keçmiş sadə veribdim. Keçmiş veribdi. When I reached the office, some visitors were standing at the door. Baxın,
Belə bir şeydir. Deməli, keçmiş zamanın bağlayıcısı kimi işlənəndə when bağlayıcısından sonra qayda. Baxın, qaydanı qeyd edin özünüzdə. When'dən sonra sadə zaman verildi. Aydındır. Biz indiki ilə gələcəyi qeyd elədik. İndiki də izləyir. Bunu da qeyd elək when'də. İndi üçüncü məsələdir. When'dən sonra sadə zamanı vermişik. Mən ofisə çatanda. Deyir ki, qapıda bir neçə visitorlar neynirdi? Dayanmışdı. Davam edici zamanda. Keçmiş davam edici. Yəni past continuous verəcəyik. İndiki verə bilmərik. Keçmişlə present perfect də verə bilmərik. Gələcək də verə bilmərik. Normal indiki də verə bilmərik. Düzdür? Çünki nədir? Keçmiş yalnız keçmişin öz qohum əqrəbasını izləyir. Yəni keçmiş davam edicini, keçmiş bitmişi. 17-ci suala baxıram. Nick will write this essay. Nick bu his essay sorry. Bu öz essesini neyniyəcək? Yazacaq. When'dən sonra sadə zaman lazımdır. Gələcəyi çıxıram. Gələcəyin inkarı. Keçmiş davam edici. Keçmiş sadə. Qaldı bizə nə? Keçmiş sadə ona görə ola bilməz ki, normalda olur when'lə. Amma burada bizim write'dır, düzdür? Gələcək vermişik. Yəni would write yox, will write'dır. Ona görə də indiki zaman lazımdır. Gələcəklə indiki uzlaşırdı. Ona görə burada C variantı doğrudur. 18-ə baxaq. If you leave at 5, you will catch. Eyni şeydir. If'dən sonra sadə zaman. Burada verilib present simple. Yəni A. Bu tərəfdə gələcəyi veribdir. Gələcək verib deyə, deməli, keçmişi silək, gələcəyi yenə silək. If'dən sonra gələcək zamanlar olmaz. Keçmiş sadə də olmur. Çünki bizdə gələcək sadədə future simple var. Bizə indiki sadə lazımdır. Ona görə də if you live olacaq. 19-cu sual. Have you visited Madrid? Yes, I. Deyirsən heç Madridə visit eləmisən? Soruşur. O da deyir ki yes, I visited it last year. Keçən il eləmişəm. Uşaqlar, last year'ı görən kimi bizə nə lazımdır? Last year hansı zamanın göstəricisidir? Keçmiş sadənin. Yəni indiki bitmiş. Present continuous. İndiki davam edici. Normal present simple və future simple. Gələcək sadəni çıxırıq. Qaldı bizdə cavabımız. Yəni keçmişdə bir dənə cavab var. Onsuz ki last year görən kimi B-ni götürürsünüz. Yalnız since bağlayıcısı olmağa fikir verirsiniz. 20-ci suala baxıram. Have you seen the Titanic? Sən deyir Titanic'ə baxmısan? Yes. Eyni tipli sualdır. Düzdür? Yes. I saw it last month. D variantı. Niyə D? Çünki last var. Keçmiş sadə bizə lazımdır. Yəni keçmiş zaman lazımdır. İndiki C variantında, indidir B variantında, present perfect E variantında, future simple'dır, gələcək sadə A variantında isə past simple'ın negativ formasıdır. Və bunlar heç biri past simple'ın negativ forması, yəni yes var deyə inkar vermədik. Normalda uzlaşma ilə last month görməmişəm deyə bilərsən, amma nə olsaydı biz onu götürərdik, düzdür? Yes, I didn't see olmaz. 21-ci suala baxırıq. Deməli, where are you going to stay when you are in Lisbon? Deməli, Lisbonda olanda siz harda qalmaq deyə planlaşdırırsınız. Deməli, bu gələcək zamandır. Birisi planlaşdırılmış gələcək zamandır. Və o da özündən sonra sadə zaman istəyir. Sadə zaman da bir dənə bizdə harda var? C variantında when'dən sonra sadə zaman. Yəni, keçmiş sadədə yoxdur. Cavablarda var, amma bizə olmaz burada verməyə. Çünki niyə? R var. 22-ci suala baxıram. What are you going to see when? Eyni tipli sualdır, düzdür? Orada where'dir, sorry. Burada deyir, what are you going to see? Nəyi görməyə hazırlaşırsan? When you are in Paris. Parisdə olanda. When'dən sonra sadə zaman lazımdır bizə. Deməli, indiki sadə ya da keçmiş sadə. Bu R olduğu üçün biz də R götürürük. Yəni, indiki. Yaxşı, 23-cü suala baxıram. 23-də. We at a very nice hotel when we were. Keçmiş zaman var. Düzdür? Keçmiş zaman olduğu üçün cavablarda bir dənə keçmiş var. O da D variantındadır. Deməli, siz deyir Yunanıstanda, Atenada olanda
Siz yox, biz. Biz Atinada olanda, when görürsüz, when'dən sonra da keçmiş sadə olanda, deməli, we lived at a very nice hotel. Yəni gözəl bir, çox gözəl bir oteldə yaşadıq. Keçmiş keçmişi izlədi. Heç bir cavabda başqa görürsüz keçmiş yoxdur. Keçmiş yalnız və yalnız özünü izləyir və testlərdə də belə düşür, imtahanda da belə düşür. Ümid eləyirəm ki, biraz böyütdüm. Ümid eləyirəm ki, bunu unutmazsınız. 24-cü suala baxıram. The Browns burada familiyadır. Soyadların qarşısında artikul olur. Bunu da qeyd eləmiş olaq. The Browns at Nick's house when they were. Yenə keçmiş zamandır. Cavablara baxıram. Harda keçmiş var? Gələcək sadə, indiki sadə, indiki bitmiş, gələcəyin inkarı. D variantında keçmiş var. İzlədi keçmiş keçmişi. 25-ci sualda. Emily asked when we told. Deməli, told qaydasız feildir, irregular feildir. Hansı feilin? Telling neydi? Keçmişi. Deməli, biz bildik artıq cümlədə bir keçmiş var. Cümlədə bir keçmiş varsa cavablarda da gələcək, indiki, indiki bitmiş, yenə indiki sadə zamanın inkarı C variantında. Emily didn't believe us. Emily bizə inanmadı. When we told her about our adventures, biz deyir macəralarımız haqqında onu danışanda bizə inanmadı, nədənsə inanmayıb. 26-cı suala baxıram. Deməli 25-də oldu C. 26-cı sualda. The tourists, the Eiffel Tower, while they were, while'dan sonra, while bilirsiniz gələcək, keçmiş zamanda erkən anda bağlayıcılardır, istifadə olunan bağlayıcılardır və burada were görürük keçmiş zaman. Cavablarda bizə bircə dənə variantda keçmiş var. Görürsünüz, heç baxmağa ehtiyac yoxdur. İndiki, gələcək, indiki bitmiş, indiki davam edici. İnkarlarıdır özdə hamısı. Deyək ki, the tourists didn't visit the Eiffel Tower. Turistlər Eiffel Tower'ı visit eləmədilər. Onlar Parisdə olanda. Yəni belə ikisi keçmişdə olacaq. 27-ci suala baxıram. The flight will be delayed for a day if the weather, gələcək var. Baxın, gələcək var. Burada if bağlayıcısı var. Gələcək zaman varsa ifdən sonra bizə sadə zaman lazımdır. Düzdür? Sadə zaman lazım. İndi weather nədir? Uncountable'dır və uncountable'larda sayılmayan isimlər nə olur? Təkdə. İndi cavablara baxıram. Cavablarda baxın, sadə zaman axtarıram. Sadə zamanda amma don't verilib. Amma weather doesn't-la olmalıydı. Düzdür? Keçmiş də olmaz. Çünki niyə bizdə gələcək, indiki. Burada gələcək sadədir. Yəni keçmişə nəzərən gələcək deyil. Ona görə də 27 C variantı. Doesn't improve doğru cavabdır. 28-ci suala baxırıq. The umbrellas and coats in the cloakroom a few hours ago. Deməli, uşaqlar, dedik ki, past simple-da göstəricilərdən biri, zaman göstəricilərindən biri ago-dur. 2 saat əvvəl, 5 gün əvvəl, 15 il əvvəl fərqi yoxdur. Ago varsa biz nə axtarırıq? Cavablarda keçmiş zaman axtarırıq. Gəlin indikiləri, gələcəyi çıxaq və bizim mübtədamız, subjectimiz and bağlayıcısına bağlanıb, həm də onsuz ki, bizim nounlarımız in plural formadadır, pluraldadır, cəmdədir. Ona görə bizə cavablarda were lazımdır, was yox. Aydındır? Belə. Dərs danışan kimi misal verirəm. Aydındır, siz məni eşidirmiş kimi. Olsun, əsas odur ki, sizə bunun faydası olsun, izahlarımızın. 29-cu suala baxıram. Deməli, burada till görürük biz 29-da. Till, qədər. Till 10 p.m. every day last month. Keçən ay hər gün saat 10'a qədər Chinese meals restoranda nə olurdu? Were served. Servis olunurdu. Düzdür? Yəni artıq cümlənin biz last month-la keçmiş zamanda olmağını bildik. Gələcəyi silək. O bir cavablara da yenə baxaq. Orada yeməklər idi. Yəni keçmişdə olan was var. Was olmaz. İndiki zamanlarda izlə arıda çıxdıq. Cavabımız düzəldi. 30-cu sualda deməli
There a lot of works of art at the exhibition yesterday. Yesterday var. Biz nə axtarırıq? Keçmiş axtarırıq. Keçmişlə də bircə dənə cavabımız var. Were. There were. There'nın keçmişi. Düzdürmü? There'nın keçmişi. Vardır. Var idi. Baxın, belə tərcümə edə bilərsiniz. Everybody, hər kəs. Deməli, everybody nədir? Törəmə, hər kəs. Everybody, everyone, nobody, no one, anybody, anyone. Törəmələrin 3 qızıl qaydasından biri nə idi? Biri o idi ki, deməli, xəbəri təkdə istəyir. Əgər indiki zamanda olsaydı cümləmiz takes part olacaqdı. Düzdür? Take part yox, takes part. Bunu da demiş olaq burada. Amma last Friday, keçən cümə olduğu üçün cavabımız took part olacaq. Yəni take part'ın keçmişi. İştirak eləmək sözüdür. Participate in sözünün sinonimidir. Oy, sorry. Aha, 30, deməli baxırıq 32-ci suala. Julia, the letter to the wrong address yesterday gördük. Məktubu neyniyirlər? Göndərirlər. Julia neyniyib? Səhv adresə göndərib deyir. Sendin keçmişi qaydasız feildir. İki forması eyni olanlardan. Yəni keçmiş və bitmiş formaları eyni olur. 32-də send, sent. Düzdür? 32-də D variantı olacaq. O biri zamanlara yenə də baxın. Present simple, present perfect və present simple şəxslərə görə dəyişib. Burada have, has, sent veribdir. Julia da sent onsuz indiki zamanda. İndiki zamanda feillərin sonuna s qoymağı unutmayın üçün şəxsin təkində. 33-cü suala baxırıq. We believe Mr. Cruz the problem when he arrives. When bağlayıcısı var. Özündən sonra sadə zaman arrive çatır. Verib, bəli verib. Bu biri tərəf nə olacaqdı? Future simple'da, əlbəttə gələcək zamanda. Gələcək zamanda doğru cavabımız will solve, həll edəcək. Past continuous, past simple, present simple, present perfect. Heç biri doğru cavab deyil. 33'də A. 34'də baxıram. Eat heavily at that time yesterday. At that time yesterday sözü göstəricisi past continuous'un göstəricisidir. Yəni keçmiş davam edicinin. Keçmiş davam edici necə düzəlir? To be plus verb plus ing. To be'nin keçmiş zaman formaları hansılardır? Was, were. Gəlin baxaq cavablara. It was snowing olacaq. Of course, was snowing. 34'də C variantı. Deməli, it snows olmaz. İndiki zaman at the time yesterday ilə olmaz axı. Present continuous olmaz çünki dünən bu vaxtı. Dünən bu vaxtda hansısa bir hərəkət davam eləyirdi. Yəni keçmiş davam edicidir. Present perfect heç olmaz çünki göstərici ilə uyğun gəlmir. Y variantında isə snow heç olmaz. It snows olur indiki zamanda da. Heç uyğun gəlmir. 34'də doğru cavabımız C variantıdır. 35'ə baxıram. Last month'ı gördüm. Tez keçmiş zaman gəldi bizim ağlımıza. They visited olacaq. Of course D variantı. Turkey to see the historic places. Keçən ay onlar Türkiyəyə səfər etdilər. Deməli tarixi yerləri görmək üçün. 35 D. 36-cı sual. The pupils will write a test as soon as the bell. Aha, yenə eyni qaydada. Görürsüz? The bell rings. Of course. Çünki gələcək sadəni verib. As soon as bağlayıcımız saydığımız 7 bağlayıcıdan biridir. Bəli biridir. Özündən sonra nə istəyir? Sadə zaman. Ya present simple ya past simple cümləmizdə gələcək zaman olduğu üçün biz götürürük indiki zamanı. The bell da 3-cü şəxsin təki olduğu üçün feilin sonuna burada qəşəng bir s artırmışıq. 37'yə baxıram. We, our friends, next Sunday. Next, gələcək, növbəti bazar. Hansı zamandır? Future simple'dır əlbəttə ki. Gələcək sadə zaman. Gələcək sadə zamanın göstəriciləri, daha doğrusu şəkilçiləri belə deyək, will və shall'dır. Deməli, we will meet. Bu arada shall artıq sıradan çıxıb deyirik, shall'i çıxardıblar. Yəni gördüyünüz kimi shall burada yoxdur. We will meet shall-la olan bir cavab yoxdur. Elə 37'də A variantını götürək.
Yəni gələcək zamanda onsuz ki bir dənə variantımız var. 38-ə baxıram. 38-də. The girl exercises early in the morning. Deməli, səhər erkən neynir qız? To do exercise. Bunu bilirsiniz də yəqin. Exercise həm çalışma deməkdir, amma feil olaraq da idman etmək də, məşq etmək, belə deyək. Budur. Deməli, does ola bilər, ola bilər. Səhər tezdən deməli etdi. Yəni idman etdi. Ola bilər. Bəli, 2 də doğrudur. Sonra səhər tezdən idman edəcək. The girl idman edəcək. Burada exercise bu does exercises, yəni bu esə görə çaşmayın ha, bu feil deyil. Bizim əsas feilimiz burada do, does, yəni bu əsas feil burada do'dur. Üçün şəxsin təkində does olacaq, keçmişdə did olacaq, gələcəkdə də olacaq will do. Bu qədər. Ona görə 1, 2 bitmiş zaman olmaz. 1, 2, 4 Y variantı. Yəni burada elə bilməyin ki, bu əsas feildir, onu demək istəyirəm, esi görüb. 39-cu suala baxıram. The baby loudly in the evening yesterday. Dünən axşam sadə bir zamandır. Hansı zamandır? Keçmiş sadə. Keçmiş sadə baxaq. A variantında cry verib, indiki sadə. Baby'də cry yox, cries olmalıydı. Onsuz ki C variantında kim olmaz. Yəni indiki zaman olsaydı deyirəm. Present continuous verib D variantında. Present continuous nədir? İndiki davam edici zaman. Necə düzəlirdi? To be, yəni əmizar, üstəgəl, verb, ing. Bəli, bizim yesterday ilə bu heç bir əlaqəsi yoxdur. İndiki davam edicinin də belə bir test hələ çıxmadı qabağımızda. Zaman göstəriciləri var, bilirsiniz. Now, at the present. Bax bunlar, at the moment. Bunlar olsaydı bu dəqiqə baş verən hərəkətlər bildirir. Amma deyir dünən axşam. Dünən axşamsa nə oldu? Ağladı. Cried. Düzdürmü? Gələcəkdə heç olmaz. 39B. Baxıram 40-a. 40-da deməli, last month, keçən ay. Keçən ay görək nə olub? İndi keçən aydırsa biz cavablarda gəlin keçmiş axtaraq. Present perfect var, future simple var. Deməli, sonra present simple var, indiki sadə zaman və present continuous. Cavab did spend. Ola bilər cavabda olardı did spend. Tıyla. Yəni 2 dənə didlə sual verəndə feili də keçmişdə. Bu da səhv olacaqdı. Niyə? Çünki didlə sual verəndə feil nədə olur? Originalda. Yəni heç bir forması dəyişmir. Heç bir şəkilcə artırılmadan, zamana görə dəyişmədən. Çünki artıq do'nu did eləyib, sən didlə sual verirsənsə keçmiş zamanda cümləyə. Artıq feilin sənin normal öz anadan gəlmə versiyasına qayıtmalıdır. 41-ə də baxaq. Deməli, my family barbecue yesterday. Yenə dünən mənim ailəm neynədi? Deməli, kebab yedi. Deyək ki, had olacaq. Heç bir cavabda görürsünüz, keçmiş zaman yoxdur. 42-ci sual. I a wonderful film in the cinema last night. Keçən gecə. Düzdür. Keçən gecədirsə, keçən gecə görüb də bu. Gözəl bir film görüb. C'nin keçmişi saw. C nədir? Görmək indiki zamanda. İndikinin inkarını verib. Don't see. İndiki bitmiş veribdi. Have seen. İndiki bitmişin inkarını veribdi. Last night'la bunlar düzəlmir. Olmur. Ona görə də bizə lazımdır keçmiş sadə. The invited guests 43-a baxırıq. 2 hours ago. 2 saat əvvəl. Ago gördüksə nə axtaracaq? Keçmiş zaman. Keçmiş zaman da deməli arrived var. Çatdılar. Deməli dəvət olunmuş qonaqlar 2 saat əvvəl arrive elədilər, çatdılar. C variantı. Digər cavablar başqa zamanlardadır. Başqa keçmiş yoxdur ki biz onu müqayisə eləyək. 44-ə baxaq. Deməli, 44-də when'dən sonra sadə zaman istəyirik. İndi baxarıq. İkinci tərəfdə də nə istəyirdik? Gələcək. Ya da when'dən sonra 2 dənə indiki sadə ola bilərdi. Bu cavablara baxaq. Ümumiyyətlə, cavablardan silib çıxardıb da tapa bilərsiniz. Məsələn, keçmiş sadə ilə gələcək sadə olmurdu. Düzdür?
keçmişə nəzərən gələcək olur da, yəni will see olmur. Would olmalıydı. Sonra when'dən sonra gələcək gəlməz. Bunu da çıxaq. Burada da gələcəyin inkarı D variantında. Bunu da çıxaq. Və deməli keçmiş sadə ilə indiki bitmiş olmaz. Harda olurdu? Bir dənə since bağlayıcısı olanda. Bəli, D variantı doğrudur. When'dən sonra present simple verib. Present simple. O tərəfdə də gələcəyi, burada da future simple verib, bəli verib. Qaydamız da belə idi. 45-ci suala baxaq. Doğru zaman seçirik. A lot of money. Money uncountable'dır. Özündən sonra is was istəyir. Yəni tək xəbər istəyir. Amma biz burada last Sunday görürük. Yəni keçən bazar. Ona görə də cavablarda was axtaracaq. Was spent. A lot of money was spent on pictures. Keçən bazar şəkillərə çoxlu pul xərcləndi. To spend money nə deməkdir? Pul xərcləmək deməkdir. 46-ya baxıram. 46-da uşaqlar. Our neighbors, bizim qonşular, ago. Ago görürüksə, months ago, yəni bir ay əvvəl. Bizə lazımdır keçmiş zaman. Düzdür. Gəlin indikiləri çıxaq. İndikini çıxaq. İndiki bitmişi. CD variantlarında. CD variantlar. Ümumiyyətlə varianta baxanda bilmək olur. Keçmişi izləyir dedik. Düzdür. İndi bir şey var. Bir şey var burada. Since bağlayıcısı ikinci tərəfdə baxmaq lazımdır. Bayaq since bağlayıcısı haqqında danışdım ki, since bağlayıcısı present perfectdir və past simple'dır. Yəni zaman uzlaşması pozulan yeganə bağlayıcıdır. Ona görə də deyir ki, burada sən keçmişi götürdün, left'i götürdün. İndi ikinci tərəf axtarırsan. We any information about them since. Yəni o vaxtdan bəri bizim onlar haqqında informasiyamız, məlumatımız yoxdur demək istəyirik. Çünki eyni görəndə onsuz inkar lazımdır. İnkar lazımdırsa C variantında görürsüz bir inkarlılıq var. Belə. Yəni düşünürəm ki, siz bağlayıcısını bir dənə zaman yadınızda saxlasaz işləyə bilərsiniz. 47-ci sualda yenə yesterday görürük. Asan sualdır. Yesterday my aunt aldı, mənim xalam aldı mənə yeni saat, bought olacaq əlbəttə ki. Çünki buy, xalan alanda buys olur. İndiki zamanda buy doğru cavab deyil. Gələcək zaman var B variantında, Y variantında indiki bitmiş var, D variantında indiki davam edici var. Bunlar heç biri yesterday ilə, yəni yesterday zaman zərfi ilə uzlaşmır. 48-ci sualda, 48-də baxıram. Cümləyə baxım. He the top of mountain before gördüm. Tez before görəndə before'dan sonra nə istəyirdik? Sadə zaman istəyirdik. Düzdür? Sadə zaman ikinci tərəfdə. İkinci tərəf sadə, yəni before'dan sonra, bağlayıcıdan sonra sadə zamanda o biri tərəf nədə olurdu? Gələcək zamanda olurdu. Ona görə də birinci tərəfdir də artıq bizdə burada. Buna yəni before cümlənin başında da gəlsə özündən sonra sadə olur, digər tərəf gələcək. Axırında da gəlsə before'dan sonra. Bəzən uşaqlar burada sağ-sol eləyib çaşırlar, amma sağ-sol yox. Yəni before'dan sonra görürsüz plus yazmışam burada. Sonra sadə zamanı ver, digər tərəfdə gələcəkdir. O başda da ola bilər, sonda da ola bilər. Buna fikir ver. İndi bizə before'un sol tərəfində, yəni başda bizə gələcək lazımdır. Gələcək lazımdır deyə biz A, B, Y variantlarını çıxdıq. When'dən, before'dan sonra sadə zaman lazımdır. Sadə də burada rise ikinci tərəfdədir. Rise it will reach 48-də D. Görürsünüz, belə tapmaq olur. Sonra 49-a baxıram. Told. Mary told all the latest news. Mary'yə deməli told varsa deməli bir keçmişə aid bir nəsə var. Gəlin Mary'dən sonra is, will be, were bunları çıxaq. Deməli Mary'yə sonuncu xəbərlər danışıldı deyir. Danışıldı. Was told. Düzdürmü? Kimsə Mary'yə bunu danışıb bu xəbəri. Məchul növdür. Hansı zamanın məchul növüdür? Past simple'ın məchul növüdür. Was. Gəldi, was'u yazdıq. İkinci tərəfdə də when, anda əndə, nəən anda əndə, she came to the office, ofisə gələndə, ikisi də keçmişdə olacaq. Çünki keçmiş nə edir? Keçmişi izləyir. İndiki sadə zamanı izləyə bilməz A variantındakı kimi. 49-da doğru cavabımız C variantıdır. Gəlin baxaq 50-yə.
Susan usually, Süsən adətən, usually hansı zamanın present, deməli simple'ın, yəni indiki sadə zamanın zaman göstərici. Usually, always, never, every ilə olan hər şey, every day, every month, every week. Bunlar deməli once a week, twice a month, məsələn deyək ki, bir dəfə, həftədə bir dəfə, ayda iki dəfə. Bunlar hamısı indiki sadə zamanın zaman zərfləridir. Frequency və adverbs deyirik bunlara. Ona görə də birinci tərəfdə 50-də bizə nə lazımdır? Sadə zaman. Susandan sonra have olmaz. İndiki sadə lazımdır deyə bizə had da olmaz. Sonra davam edici zaman olmaz. Həzləri saxlayaq. Deyir ki, Susan adətən yalnız lunch eləyir. Qəlyan altısını yalnız yeyir. But yesterday, amma dünən, keçdi yesterday məsələsinə. Dünən o, she had lunch with her friends. Dostlarınla yedi. C variant of course. Yəni, but varsa, deməli, burada bir nə var? Ziddiyyət var. Normalda yalnız yirdi, dostlarınla yedi dünən. Didn't have deyə bir şey yoxdur. Birincisi bu olmalıydı, didn't have. Yəni didnə əgər inkar verirsənsə və ya sual verirsənsə, bayaq da qeyd elədim. Sənin feilin olmalıdır nədə? Originalda have olmalıydı. Ona görə də bizim C variantımız doğru hesab olunur. Bugünlük bu qədər bəsdir düşünürəm. Buna axıra qədər danışanda çox olur, yəni testin izahı, yəni video uzun olur. Əgər videoya axıra qədər baxırsınızsa, bu videolar sizin üçün faydalıdırsa, kommentlərdə qeyd edin. Baxıram kommentlərinizə, yaxşı, gözəl sözlər yazırsınız. O da mənə dərs keçməkdə, həm də bu işi sevməyimdə əlbəttə ki, sevirəm. Motivasiya verir. Hər birinizə təşəkkür edirəm. Davamını istəyirsinizsə, mənə kommentlərdə yazın. Yerdə qalanında çəkin. Birisi zaman testləri çoxdur. Təkrarçılıq da çoxdur, onu da deyim. Çoxluğundan qorxmayın. Düşünürəm ki, sizə faydalı olar. See you in the next videos. Take care. Bye bye.